Salam şagirdlər, bu videomuzda 16 noyabr 2025-ci il OTK imtahanında 11-ci siniflər üçün təqdim olunmuş buraxılış suallarının riyaziyyat fənni üzrə izahına baxacağıq. Siz də zəhmət olmasa kanala abunə olun, videonu bəyənin, paylaşın ki, daha çox şagird faydalansın. İndi isə keçək suallarımızın izahına. Bu sualda deyir ki, ABC üçbucağında BH AC-yə perpendikulyardır. Yəni bu isə 90 dərəcədir. Bucaq ABY, yəni bax bu bucaq ilə YBS, bu bucaq bir-birinə nədir? Bərabərdir. Deməli, BY tənbölən imiş. A 70-dir, bucaq A 70-dir, bucaq C isə 60-dır. Deməli, HBY-ni tap. HBY, baxın, bu bucaqdır. Bura bir dənə X deyək. HBY-ni tapaq. Deməli, bura əgər 90 dərəcədirsə, bu 70-dirsə, bura edir 20. Düzdürmü? Biz bilirik ki, ABC üçbucağında bucaq A 70, bucaq C 60, onda bucaq B-nin öz dərəcəsinin biz bunların ikisinin cəmi 180-dan çıxıb tapa bilərik. Yəni cavab edəcək 50. Bucaq B, yəni ABC 50-dirsə, BY də tənböləndirsə, bura olur 25. ABY bucağı, yəni bu bütünlükdə, baxın qırmızı rənglə göstərək. Bu bütünlükdə 25 dərəcə bərabərdir. Çünki tənböləndir. Bu tərəf 25-dir, bu tərəf də 25-dir. İndi biz buranın 20 olduğunu tapdıq. İkisinin də cəmi, yəni 20 plus x bərabərdir 25-ə. X-in də burada 5 olduğunu tapdıq. Cavab D variantı. İndi keçək növbəti suala. 32-ci sualda deyir ki, 15-in qüvvəti n. Bu ədədin natural bölənlərinin sayı 25 olarsa, n-i tapın. Baxın, 15 sadə ədəd deyil, mürəkkəb ədəddir. Ona görə biz bunu, yəni 15 qüvvəti n-i bu şəkildə yaza bilərəm. 3 vurulsun 5-in üstündə n. Bu da bərabərdir. Aşağıdan yazaq buradan. 3 üstü n vurulsun 5 üstü n. İndi biz gördük ki, sadə vurullar şəklində göstərdik bunu. Natural bölənlər sayını necə tapırdıq? Qüvvətlərin üzərinə 1 əlavə edib bir-birinə hasilini tapırdıq. Yəni n üstəgəl 1 vurulsun n üstəgəl 1. Bu da bərabərdir nəyə? 25-ə. Yəni natural bölənlərin sayı 25-dir. İndi 2 eyni ədədin, yəni bunu mən belə yaza bilərəm. N plus 1-in kvadratı bərabərdir 25-ə. Bunu biraz aşağıya gətirək. Aha, n plus 1-in kvadratı bərabərdir 25-ə. Buradan da natural bölənlərin sayı da biz bilirik ki, mütləq sayıdırsa bu müsbət olmalıdır. N plus 1 də 5-ə bərabərdir. N də bərabərdir 4-ə. Deməli, n-in hansı qiymətində istəyirdi? Biz də tapdıq ki, n-in 4 qiymətində, yəni Y variantı. İndi isə 33-cü suala baxırıq. Deməli, 8-ci dərəcədən kök altında 8 çıxılsın 2 kök 15 vurulsun. 4-cü dərəcədən kök altında kök 5 plus kök 3. Bax, diqqətlə baxaq. Həmişə bu suallar qəlib suallardır. Bu 15 2 eyni natural ədədin hasili olur. Bu 8 isə onların cəmi olur. İndi o hansı ədədlərdir ki, onlar hasili 15 edəsin, cəmi 8 edəsin? Təbii ki, bu 5 ilə 3-dür. Deməli, həqiqətən də 5 ilə 3-ün cəmi 8, hasili isə 15. Deməli, mən bunu bu şəkildə yaza bilərəm. Baxın, bu bir müxtəsər vurma düsturunun açışıdır. 8-ci dərəcədən yazaq. Mən bunu yazıram ki, kök altında 5 çıxılsın, kök altında 3. Hardan tapdım 5-in üzü? Bax, buradan tapdım. Bunun kvadratı kimi yaza bilərəm. Çünki nəyə görə? Həqiqətən də bunu açsaq, birincinin kvadratı, buradan yazıram 5, çıxılsın birinci ilə ikincinin hasini 2 misli, yəni 2 kök altda 15, üstə gəlir ikincinin kvadratı, yəni 3. Bu 5 ilə də 3 toplayan eləcək 8, çıxılsın 2 kök 15, yəni oradan gəlir bu. Bunun açışını yəni bir qayda olaraq öyrənmək lazımdır. Aha, indi diqqətlə baxaq. Bunu bu şəkildə açdıq, sonra İndi burada 4-cü dərəcədən var, düzdürmü? Biz bu 4-cü dərəcəni eyni vurğu altına göstərmək üçün bunun dərəcəsini eyniləşdirəcəm. Və yaxud da 8-i 4-ə gətirə bilərəm və yaxud 4-ü 8-ə apara bilərəm. Gəlin 4-ü 8-ə aparaq. Aha, deməli, biz bilirik ki, kökün dərəcəsini vurduğumuz ədədi içəridəki ədədin qüvvətinə də vurub göstərə bilərik. Yəni 4-ü 2-yə vurdum elədi 8. Bu ifadanın qüvvəti 1-dir. 2-yə vuranda edəcək 2. Yazıram. Kök altında 5 plus kök altında 3-ün kvadratı. Aha, indi artıq bir kök altına salmaq olar bunları. Yəni, bir dənə böyük bir kök işarəsi altına salmaq olar. 8-ci dərəcədən deməli, kök altında 5 çıxılsın kök altında 3-ün kvadratı vurulsun. Kök altında 5 üstə gəl kök altında 3-ün kvadratı. İndi dəyərli şagirdlər, biraz lövhəni aşağı çəkək. Biz ikisinin də kvadrat olduğuna görə bunları bir hasil kimi göstərib qüvvətin 2 kimi göstərə bilərik. Davamını aşağıdan yazıram. Deməli,
kök altında 8. Bunları əgər mən 1 kök altına salsam, baxın, diqqətlə baxın, kök altına salıram. Bu 2-ni buradan silirəm. Daha doğrusu kök altında da bir hasıl kimi göstərsəm, bunun qüvvəti 2 kimi göstərə bilərəm. Düzdürmü? İndi bu da müxtəsər vurma düsturunun açısıdır. Düzdürmü? Kök altında 5, çıx kök altında 3, kök altında 5 plus kök altında 3. Yəni a çıx b, a plus b nəyə bərabərdir? A kvadrat minus b kvadrat. Yəni kök 5-in kvadratı, yəni nədir? 5. Kök 3-ün kvadratı nədir? 3. Bunu bu mötərəzin üçün sadələşdirdim. Üstündə də bir dənə burada kvadrat var. Yazdım bura kvadrat. Bərabərdir. Kök altında 8-ci dərəcənin 5-dən 3 çıxan neçə edir? 2. 2-nin üstü 2 yazıram burada. İndi bununla bunu bölürəm eyni bir ədədə. 2-ni 2-yə böləndə qüvvətin qalır 1, yəni 2 qüvvəti 1. 8-i kökün dərəcəsini 2-yə böləndə, yəni eyni bir ədədə ixtisaraq bölə bilərik də, qalır 4. Deməli, cavab 4-cü dərəcədən kök altında 2. Y variantı. 33-də cavab Y bəndi. 34-cü sual baxaq. Euler-Venn diaqramına əsasən ştrixlənmiş hissə hansı hissəyə, ştrixlənmiş hissə hansı çoxluğa uyğundur? Baxın, dəyərli şagirdlər, bir A ilə B-nin kəsişməsi var burada, bir də A ilə C-nin kəsişməsi var burada. İndi A bunların hər ikisi ilə kəsişib, düzdürmü? Biz bunu bu şəkildə göstərə bilərik ki, sadəcə bir-biri ilə kəsişməyən B-C çoxluqları birləşir. Baxın, bir-biri ilə kəsişməyən B və C çoxluqları birləşir. Həmin bu iki çoxluq, birləşmiş çoxluq A ilə ortaq hissələrini görürük. Yəni A ilə kəsişib. Bunların birləşməsi A ilə kəsişib. Baxaq görə hansı variantda var belə? C variantda var. Baxın, B ilə C-nin birləşməsi kəsişib A ilə. Cavab C variantı. 35-ci sual. 2x kvadrat minus nx minus 9 bərabər 0 tənliyin köklərindən biri 3-dürsə, tənliyin digər kökünü tapın. N parametrdir burada. Deməli, biz N-i birinci tapaq. Bunun üçün tənliyin köklərindən biri əgər 3-dürsə, deməli, bu x-in yerinə 3 qoyanda bərabərliyi ödəməlidir. İndi gəlin biz harada x görürüksə, onun yerinə 3 qoyaq. Deməli, yazıram. 2 vurulsun, 3-ün kvadratı çıxılsın, nx, yəni 3x edəcək, 3n edəcək, daha doğrusu çıxılsın 9 bərabərdir 0-a. Buradan da 3-ün kvadratı 9, 2-ni də 9-a vuranda 18. 18-dən çıxıram 9-u, 3n də keçirdim digər tərəfə, dedim müsbət 3n. 18-dən 9 çıxanda 9 bərabərdir 3n-ə. N də bərabərdir, hər tərəfi 3-ə bölürəm, cavab qalır 3. N-in 3 olduğunu tapdım. İndi gətirək burada yerinə qoyaq. Tənliyimizin özünün yerinə qoyaq. N-in 3 olduğunu tapdıq. İndi diqqətlə baxaq. Gətirin də N-i yerinə qoyuruq. 2x kvadrat çıxılsın, N-i 3 tapmışdım. 3x çıxılsın 9 bərabərdir 0-a. İndi tənliyin köklərindən biri 3-dürsə, digər kökü tapmaq lazım. Biz bunu V7-dən istifadə edərik. V7-dən istifadə etmək üçün bunu çevrilmiş kvadrat tənliyə çevirək. Yəni, hər tərəfi x kvadratın əmsalına bölək. X kvadrat çıxılsın, 2-də 3x çıxılsın, 2-də 9 bərabərdir 0-a. İndi V7 teoremində sən tənliyin kökləri hasılı, hasılını tapa bilərik, cəmlə tapa. Cəm hasılını tapa daha asandır. Yəni, x1 vurulsun x2, 2 kökün hasılı sərbəst həddidir. Yəni, nə? Mənfi 2-də 9. İndi tənliyin köklərindən biri 3-dürsə, məsələn, x1, 3 deyək x1-ə. Biraz aşağıya gətirək bunu. Buranı silək, bizə mane olmasın. Sualımızın davamını buradan yazaq. Onsuz n-in 3 olduğunu tapdıq və yerinə tətbiq elədik. İndi davamını buradan yazıram. x1-i 3 bilirəm onsuz, sualda verib. İndi x2-ni axtarırıq. x2 bərabərdir mənfi 2-də 9-a. Deməli, x2 də bərabər olacaq. Mənfi 2-də 9 bölünsün 3, yəni mənfi 2-də 9 vurulsun 3-də 1. Bölünsün 3, vurulsun 3-də 1 deməkdir. İxtisar aparıram, burada qalır 3, cavab qalır mənfi, bunu ayıraq, siz çaşdırmasın, mənfi 2-də 3. Mənfi 2-də 3. Bu da nəyə bərabərdir? Mənfi 3-ü 2-yə böləndə 1/5 eləyir. Mənfi 1/5. Variantlar əsasında baxırıq, Y bəndi var. 35-də cavab Y bəndi etdi. 36-cı sual dedi, 2 rəqəmli ədəd var, deməli AB ədədidir. Bunun rəqəmləri cəmi, yəni A plus B bərabərdir 12-yə. Deyir ki, bu ədədin onluqlarını göstərən rəqəm, yəni A təkliklərini göstərən rəqəmin 50%-nə bərabər, yəni B-nin 50%-nə bərabərdir. Yəni A bərabərdir. B-nin 50%-ni göstərə bilərik. Yəni B vur 50 vur 100. Yəni onu da ixtisar aparsaq 0,5 B. Yəni yarısına bərabərdir, belə deyək. B-nin 50%-nə bərabərdir. Yəni 0,5 B-yə bərabərdir. 2 rəqəmli ədədi tapın. Hər tərəfə əgər biz 10-a vursaq, 10A bərabərdir 5B-yə. Çünki
Ona vuranda bu onluq kəsrdən azad eləmək üçün də, düzdürmü? Aha, hər tərəfi də mən 5-ə bölsəm, B bərabər olacaq 2A-ya. Aha, avtomatik bunu bildik. İndi burada əvəz eləyək. Məsələn, yazıram A üstəgəl B-nin əvəzini nə yazacağam? 2A yazacağam. B-nin əvəzini 2A yazacağam. Bərabərdir 12-yə. 3A bərabərdir 12-yə. A da bərabərdir 4-ə. Aha, A-nı tapdım 4. A bərabər 4. İndi bəs B nəyə bərabərdir? 2A-ya. Yəni B də bərabər olacaq. 2A nə deməkdir? Yəni 2 vur 4. Yəni bərabərdir 8-ə. Deməli A 4-də, B də 8-dir. Həmin ədəd 4, 8. Yəni 48. C variantı 36-cı sualda. İndi isə keçirik 37-ci suala. Belə bir çeviriyə aid maraqlı sualdır. Deməli şagirdlər, əslində asan sualdır. Yəni bu DFY 75-dir. Bu bir çevrənin daxilinə söykənmiş bucaqdır və qövsün yarısına bərabər olur. Yəni DY qövsü, bu qövs var, bu qövs bərabər olacaq 75-in 2 mislinə, yəni 150-yə. 150-yə. Bunu müxtəlif üsullarla yaza bilərik, amma ən rahat üsul budur ki, əgər bir nöqtədən çevrə 2 toxunla çəkilibsə, onsuz da 2 toxunla çəkilə bilər maksimum. Hə. Bu toxunanlar yalnız toxunanlara aiddir bu. Bu toxunanlar arasında qalan bucağı ilə o toxunanların ayırdığı kiçik qövsün uzunluqları, dərəcələri cəmi 180-ə bərabərdir. Yəni 150 ilə bu alfa bucağının cəmi 180-ə bərabər olur. Alfa da buradan bərabərdir 30-a. Bizdən də DAY-ni istəyirdi. Yəni elə bu alfa bucağını istəyir. Cavab elədir 30. Yəni C variantı. 37 də düzgün variant C variantı oldu. Deməli, bu da sadələşdirməyə maraqlı bir sualdır. Gəlin ilk öncə sürətə baxaq. Deməli, A üstü 9, A üstü 3-ü mən bu şəkildə vuruqlara ayıra bilərəm. Yazaram ki, A üstü 3-ü mötərizə xərcdən çıxarsam, burada qalar A üstü 6, üstəgəl 1. Nəyə görə? Çünki vuranda eyni əsas olduğuna görə qüvvətlər toplanır A üstü 9 edəcək. Üstəgəl A üstü 3. Yəni, mötərizəni biz vuruqlara ayırdıq. İndi məxrəcə diqqətlə baxsaq, bir müxtəsər vurma düsturunun nə idi? Açılışıdır bu. Bu A kub üstəgəlinsin 1 böl A kubun açılışıdır. Nəyə görə? Biz əgər bunu açsaq, birincinin kubu üstəgəl ikincinin kubu necə açılırıq? Yəni, A kub plus B kub necə öyrənmişdik bunu? Deməli, birinci ilə ikincinin cəmi, əgər cəm varsa, vurulsun birincinin kvadratı, çıxılsın birinci ilə ikincinin hasili, yəni 1, üstəgəl ikincinin kvadratı. Sadəcə burada bu -1, bir də 1 bölü A kvadratın yerini dəyişiblər. Bu sizi çaşdırmaq üçün. Təbii ki, biz də bunu çaşmırıq, çünki bilirik də yerini dəyişdirə bilərik. Bunun bir toplananda -1-dir, bir də 1 bölü A kvadrat. Yəni istədiyimiz kimi dəyişə bilərik. Heç bir fərqi yoxdur. Eyni ifadədir. Bunu bu şəkildə açdıq. Aha, sonra belə bir iş görəcəyik burada. Müxtəlif üsullarla sadələşə bilərik, amma indi hal-hazırda belə etsək daha məqsəd uyğundur. Baxın, bunu mən bir, necə deyək, toplasam bunları sadələşdirsəm, A kub, bunun da məxrəcin, məsələn, tutaq ki, 1-dir də. Bunu necə yazaram? Ortaq məxrəc A kubu götürdüm. A kubu 1-ə böldüm, elə də A kub. A kubu burada tamamlayıcı vuruq kimi A kuba vuracam. Yəni, iki kəsri toplamaq kimi də. Bunu da eləyəcək A üstü 6. Düzdürmü? A kuba vuranda A üstü 6 eləyir. Üstəgəl 1. 1-in özü. Aha, indi diqqətlə qulaq asaq. Deməli, bərabərdir. İndi kəsr xəttində bir bölmə olduğu üçün mən A kub A üstü 6 plus 1 ifadəsini bu ifadəyə bölürəm. Böləndə nə edirik? Kəsr, tərsinə vururuq. Yaxşımı? Deməli, A kub gəlir sürətə, A üstəgəl 6, üstəgəl 1 də gəlir məxrəcə. Bu ilə bu ixtisar gedir. Yerdə nə qalır? A kub vurulsun A kub. Bu da bərabərdir. Qüvvətlər toplanır A üstü 6. Cavab D variantı. Tapdıq. İfadəni biz sadələşdirdik. 38-də D variantı. 39 məsələdir. Deməli, x-2 sayda işçi bir işi 12 saata, x-6 saat işçi isə həmin işi eyni məsulları 18 saata yerinə yetirəcək, x ədədini tap. Baxın, dəyərli şagirdlər. Elə bilin ki, bunun yerində bir ədəd var da, işçilərin sayıdır. Yəni, x-2 sayda işçi bu işi 12 saata görür. x-6 sayda işçi isə bunu 18 saata görürlər. Düzdürmü? Baxın, saatlar, daha doğrusu işçilər nə qədər çox olsa, söhbət eyni məhsuldarlıqda işdən gedir. İşçilər nə qədər çox olsa, saatlar bir o qədər nə olacaq? Azalacaq. Yəni, nə qədər işçi çox olsa, işi bir o qədər tez bitirərlər. Yəni, çox işçi işi daha tez
sürətlə yerinə yetirə bilər. Deməli, burada bir tərs mütənasibliyi var. Tərs mütənasib aslılıq var, düzdürmü? Tərs mütənasib aslılığa əsasən bu tənasibi həll edək. Deməli, qarşılıqlı vuracağam. 12 vurulsun x minus 2 bərabərdir 18 vurulsun x minus 6. Aha, bu edəcək, deməli, 12x çıxılsın 24 bərabərdir, deməli, 18x minus 108. Aha. Sonra isə tənliyi başlayaq həll eləməyə. 12x-i gətirirəm bu tərəfə. 18x minus 12x bərabərdir 6x-ə. 108-i də bu tərəfə aparıram. Mənfi 24 üstəgəl 108. Bu da edəcək 84. Aha, hər tərəfi də 6-ya bölək. X də bərabərdir 14-ə. Bizdən deyir x-i tap. Tapdıq. Cavab 14. Y variantı. Dəyərli şagirdlər, 40-cı suala baxaq. Bu da maraqlı sualdır. 1 çıx 4-də 1, 1 çıx 9-da 1, 1 çıx 16-da 1. Adətən biz bu sualları topluda da görmüşük. Sadəcə burada fərqli bir şey eləmək lazım. Məsələn, da bunu 4-də 3 vurulsun, 9-da 8 vurulsun, 16-da 15 kimi yazsa, bir nəticə ala bilmərik, çətinlik çəkərik. Ona görə gəlin biz bunu daha da sadələşdirək. 1 çıx 4-də 1, 1-in kvadratı çıx 2-də 1-in kvadratıdır. 1 çıx 9-da 1, 1-in kvadratı çıx 3-də 1-in kvadratıdır. Yəni biz onu bu şəkildə əgər atsaq, məsələn, 1-in nümunə göstərirəm. 1-in kvadratı çıxılsın 2-də 1-in kvadratı. Bu 1 çıx 4-də 1-ə bərabərdir. Bu necə sadələşər? 1 çıx 2-də 1, aha, vurulsun 1 üstəgəl 2-də 1 kimi açılar. Yəni müxtəsər vurma düsturuna əsasən. Düzdür? Aha. İndi biz bu şəkildə və bu şəkildə, gəl bunu hamısını bir daha təzədən yazaq. Bu şəkildə parçalayacaq, müxtəsərlə onu sadələşdirəcək. Sonra artıq başlayacaq ixtisar aparmağa. 1 çıx 4-də 1 dedim, 1-in kvadratı çıx 2-də 1-in kvadratı. Bu da edəcək 1 çıx 2-də 1, 1 üstəgəl 2-də 1. Aha, indi 1 çıx 9-da 1-də 1-in kvadratı çıxılsın, daha doğrusu kvadrat. Aha, 3-də 1-in kvadratı kimi görərəm. Bu da nəyə bərabər olacaq? 1 çıx 3-də 1, aha, 1 üstəgəl 3-də 1. Sonra 1 çıx 16-da 1, 1-in kvadratı çıxılsın, 4-də 1-in kvadratı kimi görürəm. Bu da bərabər olacaq. Məsələn, 1 çıx 4-də 1, aha, vurulsun 1 üstəgəl 4-də 1. Bu şəkildə yazdım. Sonra nəhayət sonuncuya baxırıq. Nöqtə, yəni eyni ardıcıllıqla gedir. 1 çıx 25-də 1, 25 də şagirdlər 225, daha doğrusu 15-in kvadratı da bildiyimiz kimi. Yəni bu da 1-in kvadratı çıxılsın 15-də 1-in kvadratı kimi görə bilərik. Bu da edəcək 1 çıx 15-də 1 vurulsun 1, mötərizəni yaxşı açaq. Aha, 1 üstəgəl 15-də 1. İndi sadələşdirək. 1-dən 2-də 1 çıxanda qalır 2-də 1. Vurulsun 2-də 3. Vurulsun 1-dən 3-də 1 çıxanda qalır 3-də 2. Vurulsun 3-də 4. Sonra 1 çıx 4-də 1 nədir? Edir 4-də 3. Vurulsun 4-də 5. Nöqtə. Yenə də davam edirik. Aha, biraz aşağıya gətirək lövhəmizi. 1 çıx 15-də 1 nəyə bərabərdir? Bu 15-də 14-də bərabərdir. Vurulsun 15-də 16. İndi diqqətlə baxaq. Diqqətlə baxırıq. Bax, bu 3, bu 3, bu 2, bu 2. Bu 4 ilə bu 4, bu 3 ilə bu 3 gedir. Fikir verin. Birinci ixtisar olunan cütlüyə baxın, bir dənə zəhmət olmasa. Nə olur? Birinci düzgün olmayan, sonra düzgün kəsir. Yəni ardıcılığı tutmaq lazımdır. Bu harda ilişəcək? Yaxşımı? 3-də 4, 4-də 5. Deməli, bu 4-də 5-lə, daha doğrusu bu, bir dəqiqə, nəyə burada düz yazmadıq biz? 3-də 4, hədə eyni gedirik. Bəli, eyni gedirik. Xeyr, heç bir şey səhv yazmamışıq. Hər şey qaydasında gedir. Aha, və elə bildim bu 5 yazmışam, amma 3 yazmışam. Sadəcə ixtisar yazmışam burada. Çaşdım, elə bildim nəsə diqqətsizlik olar birdən. Diqqətlə yoxlayırıq bir daha. Aha, hə, yəni hər düzgün olmayan kəsir, özündən sonra gələn düzgün kəsirlə ixtisar gedəcək. Yaxşımı? Və indi baxın, bu məsələn, bu 4-də 5, sonra məsələn, özündən sonra gələn 5-də 4-lə ixtisar gedəcək. Məsələn, bu 15-də 4 gəldik ortalığa. Bu 15-də 14 var ha. Bu ortada olan ədədləri bilmirik axı. Yəni, təxmin eləyək 15-də 14 özündən əvvəl gələn 14-də 15 ilə ixtisar edəcək. Məsələn, bunun əvvəlində 14-də 15 olacaq. Yəni bütün düzgün olmayan, özündən sonra gələn düzgün olanları ixtisar aparacaq və sonda bu qalacaq. Bunun özündən sonra çünki bir ədəd gəlmir. Bunun özündən sonra gəlsəydi 16-da 15 bunu da ixtisar apara bilər. Deməli bu ixtisarda azad ola bilmir. Bir də bu qalır. Yəni bunlar da vurma kimi göstərək. Yəni 2-də 1 vurulsun 15-də 16. Aha.
Sonra ixtisar aparaq bundan bunu. Bu da edəcək 8, cavab qalacaq 15-də 8. Baxırıq 15-də 8 A variantında var. İndi isə 41-ci suala baxırıq. A kvadrat üstə B kvadrat 34, AB 15, A plus B cəmin gəlin tapaq. Deməli baxırıq. Bu müxtəsər vurma düsturundan istifadə eləyək. Köməkçi müxtəsər vurma düsturudur. A kvadrat üstə gəl B kvadrat bərabərdir. A plus B lazım olduğuna görə bunu A plus B ilə ifadə edəcəm. Çünki A minus B ilə ifadə olunan versiyası da var da. Çıxılsın 2AB-yə bərabərdir bu. Aha, indi diqqətlə qulaq asaq. Deməli, bu ifadəni yazdım. Deməli, bu ifadə, bax, nəyə bərabər oldu? Bu ifadə bərabər oldu 34-ə. Çünki 34-də mən onun açışını da 34-ə bərabər edə bilərəm. Sonra bizə deyir ki, AB 15-ə bərabərdir. Yazıram. A plus B-nin kvadratı çıxılsın 2AB. AB əgər 15-ə bərabərdirsə, 2-ni 15-ə vuran edir 30. Bərabərdir 34-ə. Davamı buradan yazırıq, qarışmasın deyə. A plus B-nin kvadratı bərabərdir. 30-u keçirdim digər tərəfə, elə də 64. Deyir, A plus B-nin müsbət qiymətini tap. A plus B, dəyərli şarjlar, kvadratı 64-dürsə, bu deməli, ya müsbət 8-dir, ya mənfi 8-dir. Bizdə də müsbət qiymətini istəyir, yəni biz müsbət 8 götürəcəyik. 41-də də düzgün variant, Y variantı etdi. İndi keçək 42-ci suala baxaq. Maraqlı bir həndəsə əsas anlayışlarına aid bir sualdır. Gəlin baxaq. Bu tipli suallarda adətən biz paralel xəttlərin uzantısını da çəkməliyik ki, daha yaxşı görə bilək. Yəni AB DY-yə nədir? Paraleldir. Gəl çəkək. AB-ni uzadaq. İndi biraz səliqəsiz ola bilər. Yaxşı, gəlin təzədən çəkək, qoy səliqəli görünsün. Deməli, AB-ni mən səliqəli şəkildə uzadıram. DY-ni də gəlin uzadaq. DY-ni də bax bu şəkildə uzatsaq, paralellərimizi çəkdik. Aha. Bir də deyir BC, yəni bu parça DF-ə paraleldir. Bunu da mən çəkəm uzadıb ki, buradan daha aydın görə bilək. Aha. Deməli, ABC bucağı 110-dur. 110-dursa bizdən nə istəyir? YDF-ni istəyir. YDF, bu bucağı istəyir. Gəlin baxaq. Deməli, bax, dəyərli şagirdlər, bu bucaqlar uyğun bucaqlar. Çünki BC əgər, burada məsələn bir dənə deyək, K deyək. Məsələn, KF ilə BC əgər paralelsə, çünki uzantını çəkmişsə, deməli o da paralel. Deməli, burada olacaq 110. Uyğun bucaq olduğuna görə. Bu bucaqsa qonşu bucağıdır bunun. Deməli, burada olacaq 70. İndi bu K bucağı ilə, gəl burada bir dənə M deyək. Bax, MKD bucağı 70-dirsə, KM də DY ilə paraleldirsə, bu 70 ilə YDF-də, yəni bu X bucağı da uyğun bucaq olurlar. Yəni, bura 70-sə, burada avtomatik olacaq 70. Cavab A variantı. Bu qədər sadə. 42-də A variantı. Keçirik növbəti sualımıza baxaq. Keçək indi 43-cü sualın izahını yoxlayaq. Yenə də paraleldir. Gəlin baxaq. Burada A və B düzxələr paraleldir. ABD bucağı 70-dir. Yəni ABD bucağı bura 70-dir. DC, baxın DC parçası BDY-nin, yəni bunun tən böləndir. Deməli, BDC ilə CDY bir-birinə bərabər olacaq. Deyir, DSK-nı tap. Bu bucağı tap. Yəni bu X bucağını tap. İndi baxın, deməli dəyərli şagirdlər, əgər ABD 70-dirsə, bu bucaqla BDY bucağı ümumilikdə daxili çarpaz bucaqlardır. Deməli, bu bucaq özü də 70-dir. Və tən bölən onu ayırıbsa, deməli 2 hissəyə ayırıb da, 70-i də 2 hissəyə bölübsə nə olur? 35. İndi diqqətlə baxaq. Deməli, bax, yenə də paralellik şərti ilə baxacağıq. Baxın, bu DCK bucağı ilə, yəni X ilə CDY bucağı, yəni 35, iki paralel düz xətt arasında qalan daxili bir tərəfli bucaqlardır. Bax, bu iki bucaq. Bunların haqqında biz nə bilirik? Bunların cəmi isə bərabərdir 180-ə. Deməli, X bucağı da bərabərdir 180-dən biz 35 çıxanda neçə qalacaq? 145. Cavab C variantı 43-cü sualda. Yəni, bu qədər sadə idi. 44-cü sualda deyir ki, ABC üst bucağında ABC 90 dərəcədir. Deməli, bu bir düz bucaqlı üç bucaqdır. BD AC-yə perpendikulyardır. Deməli, BD bu düz bucaqlı üst bucağın hipotenuzuna endirilmiş nə idi? Hündürlük idi. AD vur DC. Deməli, bura M deyək, bura N deyək, burada H deyək. Proyeksiyalardır, bir də hündürlükdə. Bunların üçünün cəmi, yəni M vur N vur H bərabərdir 125-ə. BD parçasını tap, yəni H-ı tap. Bizdən H-ı istəyir. İndi gəlin tapaq. Deməli, dəyərli şəkildə biz bir düz bucaqlı üst bucaqda hündürlüklə bu proyeksiyaların, yəni hündürlüyün hipotenuzla ayırdığı hissələrin arasında belə bir əlaqə var.
Hündürlüyün kvadratı bərabərdir m ilə n-in hasilinə. İndi mənə diqqətlə baxın, bu m-n-in əvəzindən mən əvəz eləyə bilərəmmi h kvadratla? Bəli. Çünki m-n h kvadratına bərabərdir. Yazıram h kvadrat vurulsun h bərabərdir 125-ə. Bu deyilir h-ın kubu bərabərdir 125-ə. H da bərabərdir 5-ə. Çünki 5-in kubu 125 edər. Aha. Deməli, bizdən də BD-ni istəyir, h istəyir, cavab tapıldı 5. Deməli, BD 5-ə bərabər imiş. 44-də cavab 5. Bu sualda bizə deyir ki, 10 detalı usta 3 günə, deməli, usta 10 detalı 3 günə hazırlayır. Şagird isə 5 gün hazırlayır. Usta və şagird birlikdə 560 detalı neçə günə hazırlayır? Baxın, dəyərli şagirdlər, biz ilk öncə vahid bir gündə, vahid bir zamana baxmalıyıq. Görək, bir günə usta neçə detal hazırlaya bilər? Əgər bu 10 detalı 3 günə hazırlaya bilirsə, deməli, usta bir günə 10 bölü 3 detal hazırlaya bilər. 10 bölü 3. Şagirdi isə, şagirdini də yazaq. Şagirdi isə yenə də, əgər 10 detalı 5 günə hazırlaya bilirsə, deməli, bir gün üçün nə qədər hazırlaya bilər? 10 böl 5. Yəni 2 dənə detal hazırlaya bilir. Günə 2 dənə detal hazırlaya bilir. 5 günə 10 dənədirsə, bir günə 2 dənə. 3 günə 10 dənədirsə, bir günə 10 böl 3 detal hazırlaya bilir. Aha, deməli, bu bir günün potensialı, bu da bir günün potensialı. İndi bunların ikisi bir günə neçə detal hazırlayar? Bunları toplayırıq. Yəni, 3-də 10 ilə toplayıram 2-ni. Bu da bərabərdir 2 tam 3-də 10. Bunu da düzgün olmayan kəsr kimi göstərəcəm. Çünki birazdan tənasübə gedəcəyik. Gedəcək 2 tam 3-də 10. Bu da bərabərdir 3-də 16. Deməli, bu usta və şagirdi birlikdə bir günə neçə detal hazırlaya bilirlər? İkisi bir yerdə. 3-də 16 detal hazırlaya bilirlər. Detal. Bəs 560 detalı neçə gün hazırlayır? X günə hazırlayır. İndi biz buradan bir dənə qəşəng tənasübümüzü quraq, həll edək. Düz mütənasib asılıqdır. 3-də 16-nı x-ə, 560-ı 1-ə. Deməli, 3-də 16 x bərabərdir 560-a. Hər tərəfi 3-ə vuraq məxrəcə nazil eləmək üçün. Bunu da 3-ə vuracam. Bunu da 3-ə vuracam. Deməli, bu 3-lə bu 3 ixtisar edəcək. Buradan yazıram ki, qoy daha aydın başa düşəsiniz. 16x bərabərdir 560 vurulsun 3. 560-da 16-ya tam bölünür, qalıqsız bölünür. 35 eləməlidir. Bir dənə də yoxlayaq. Deməli, 560. Bəli. Deməli, 560 16-ya bölündə edir 35. Deməli, x də bərabər olacaq 35 vur 3. 35 vur 3. Bu da bərabərdir 105-ə. Cavab 105 detal hazırlaya bilər. Deməli, bu sualın doğru cavabı 105. 46-cı sual çoxluqlara aid bir sualdır. Artıq bayaqda bir sual gördük çoxluğa aid. Burada da görürük. Gəlin bunu Euler-Venn diaqramı ilə həll eləməyə çalışaq. Venn diaqramını çəkdik. Deməli, bu A çoxluğu olsun, bu B çoxluğu olsun. Bilirik də, yəni bu hissə A-çıx B-dir. Yəni A-nın B-dən fərqi. Bu hissə B-nin A-dan fərqidir. İndi ona əsasən yerləşdirəcəyik verilənləri. Baxaq. Deməli, A-nın elementlərinin sayını 3-ə vuranda B-nin elementlərini alırıq. Məsələn, biz əgər A-ya bir x desək, elementlərinin sayına, A-nın özünə, yəni bütün çevriyə biz x desək, onda B olacaq 3x. Çünki 3-ə vuranda B-ni alırıq da, belə deyək. A-nın B-dən fərqi edir 5. Yəni bu hissə edir 5. B-nin A-dan fərqi bu hissə edir 19. N A ilə kəsiş B-nin tap. Yəni A ilə B-nin kəsişməsinin sayını tap. Yəni buranı tap. Burada bir dənə gəlin nə deyək? Elə n deyək də tapaq. Aha. İndi diqqətlə baxaq. İndi biz bunu fərqli üsullarla da yaza bilərik. Baxın, bu 5 ilə n-in cəmi x-i verməlidir bizə. Çünki kəsişmə və bir də bu fərq, bu hissə bir yerdə verir bizə x-ə. Yəni 5 üstəgəl n bərabərdir x-ə. N ilə 19-un cəmi də 3x-i verir bizə. Deməli, n üstəgəl 19-sa bərabərdir 3x-ə. İndi burada hər iki tərəfi n-lə işarə eləsəm, baxaq. N bərabərdir x çıxılsın 5, n bərabərdir 3x minus 19. İndi bunların hər ikisi n-ə bərabər olduğuna görə bunların deməli özləri də bir-birinə bərabərdir. Yəni x minus 5 bərabərdir 3x minus 19-a.
Buradan da biraz lövhəni aşağıya gətirək, daha çox yerimiz qalsın bizim. Deməli, x atdım, bu birisi tərəf edir 2x, 19-u da digər tərəfə atdım, elədi 14. X də bərabərdir 7-yə. Aha, x-in 7 olduğunu tapdım. İndi bizdən bunu soruşur da. Məsələn, x-i gətirək burada hər hansı bir yerinə qoyaq, 7-dir. Yəni A çoxluğu 7-dirsə, A çıx B 5-dirsə, bu hissədə nə olacaq? 7-dən 5 çıxanda qalır 2. Cavab n 2-dir. Deməli, n-i tapdıq. Yəni kəsişmənin sayını tapdıq 2. Və yaxud burada da yerinə qoya bilərsiniz. n 7-dirsə 3 7-nin 21, 21-dən 19-a çıxıb n ala bilərik. Yenə də 2. Deməli, 46-cı sualda yenə də cavab 2. Cavab 2, doğru cavab 2-dir. İndi keçirik 47-ci sualımızın izahına. Deyir, a plus b-nin kvadratı 4ab olarsa, a minus b plus 4 ifadəsinin qiymətini tap. Bunu da yenə bayaq kimi köməkçi müxtəsərini asacağam. Deməli, yazaq. Əgər a minus b-dirsə, daha doğrusu bu köməkçi müxtəsər vurma düsturu deyil. Elə bu cəmin kvadratı. Gəlin bunu açaq. A kvadrat üstə gəl 2ab üstə gəl b kvadrat bərabərdir 4ab-yə. Düzdürmü? Aha, indi bunu 4ab-ni keçirdək digər tərəfə sadələşdirmək üçün. A kvadrat, bax fikir verin, olacaq üstə gəl 2ab çıxılsın 4ab üstə gəl b kvadrat. Bu da bərabərdir a kvadrat mənfi 2ab üstə gəl b kvadrat. Aha, bərabərdir 0-a. İndi bunu mən daha doğrusu bunu buradan yazmayaydım, görə siz çaşarsınız deyə. Bunu silin buradan. Bizdə dəqiqə səbirli olaq. Bu bərabərdir. Biz bunu 0-a bərabər edək. Axı 4ab-ni keçirdəndən sonra. Deməli, a kvadrat çıx 2ab üstə gəl b kvadrat bərabərdir 0-a. İndi mən buradan bunu nə kimi görürəm? Hansı müxtəsərin açışıdır bu? A çıx b kvadratının açışıdır. A çıx b-nin kvadratı 0-dırsa, deməli A çıx b-nin özü də elə 0-a bərabərdir. İndi bizdən bu ifadənin qiymətini istəyir. A çıx b-nin 0 olduğunu tapdım da. Bir daha 0-ın da üzərinə 4 gələn cavab nə edir? Elə 4-ün özü. 47-də cavab 4. İndi keçək 48-ci suala. 48-ci sualda maraqlı sualdır. İfadənin qiymət tapmaq üçün sadələşdirəcəyik. Deməli, baxın, burada bu ikisinə bir baxacağam, bu ikisinə də bir baxacağam. Burada kök 3-ü çıxardacağam, burada kök 2-ni mötərizə xaricinə çıxardacağam. Gəlin baxaq. Kök 3, deməli 1 üstə gəlinsin, kök altında 5. Çünki kök 3-ü 1-ə vuranda kök 3, kök 5-ə vuranda kök altında 15 edəcək. İndi buradan şagirdlər, deməli mənfini yazıram, kök 2-ni çıxarıram. Burada 1 üstə gəl kök 5 olacaq. Nəyə görə? Çünki mənfi kök 2-ni 1-ə vuranda mənfi kök 2, mənfi kök 2-ni kök 5-ə vuranda mənfi kök 10 edir. Ona görə mənfi kök 2-ni çıxartdıq burada mötərizə xaricinə. Aha, sürəti də yazdıq. İndi məxrəci də olduğu kimi yazaq. Deməli, kök 3 minus kök 2-ni yazıram, vurulsun. Bu ifadə də kök 5 çıx 1-dir. Düzdürmü? Bərabəri qoyuram burada. İndi burada ortaq vuruq nədir? 1 plus kök 5-dir. Onu yenə də olduğu kimi çıxardaq mötərizə xaricinə. 1 plus kök 5 yerdə nə qalır? Kök 3 çıxılsın kök 2. Bu, bir dənə buradan xətt çəkək, qarışmasın suallar. İndi buradan kök 3 minus kök 2-ni də məxrəcdə olduğu kimi çıxartdıq. Vurulsun, kök altında 5 minus 1. Bərabərdir. Baxın, bu ifadə ilə bu ifadə ixtisar gedir. Bu ifadə ixtisar gedir. Yerdə nə qalır? Yerdə qalır ki, bərabərdir. Bu 1 plus kök 5, yəni gəlin bunu belə yazaq, rahat müxtəsəri görə bilmək üçün, siz də anlayasınız deyə. Fərqi yoxdur, 1 plus, yoxsa kök 5 plus, heç fərqi yoxdur. Kök 5 minus 1-ə. Bu da müxtəsərin açışıdır. A plus B, A minus B, A kvadrat, B kvadratın açışıdır. Yəni kök 5-in kvadratı eləyir 5, 1-in kvadratı eləyir 1. Cavab eləyir 4. 5-dən 1 çıxanda cavab eləyir 4. Deməli, bu sualda da biz, neçənci sualda 48-ci suala cavabın 4 olduğunu qeyd etdik. İndi keçirik 49-cu suala. Sürət məsələsinə aid bir sualda baxaq. Aralarındakı məsafə 960 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşı iki avtomobil yola düşür. Deməli, 2 dənə şəhər var. Məsələn, A şəhəri deyək, B şəhəri deyək. Deməli, bunların arasındakı məsafə nə qədərdir? 960 kilometrdir. 960 kilometrdir. Deməli, 2 avtomobil deyir, düzdürmü? Bəli, avtomobil qarşı-qarşıya yola düşüblər. Onlardan birincisi bu yolu 16 saata, o biri 14 saata gedir. Görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Deməli, bax, kilometr var və bu məsafəni birinci 16 saata qət edir, digəri isə 14 saata qət edir. Biz bunların sürətlərini bilmirik, amma zamandan istifadə edib sürətlərini tapa bilərik. Biz bilirik ki, yəni, sürət ilə zamanın hasili
məsafəni verir bizə. O zaman biz məsafəni saata böləndə sürəti tapa bilərik. Yəni birincinin sürəti olacaq, bax birincinin sürəti bərabər olacaq 960 bölünsün 16-ya. 960-ı da biz 16-ya əgər bölsək, cavabın 60 olduğunu görərik. Deməli, birincinin sürəti nə qədərdir? 60 edir. İndi ikincinin sürətini hesablayaq. Bunun üçün yenə də məsafəni 960-ı böləcəyəm onun öz sürətinə. Düzdürmü? 960-ı da 14-ə bölürük. Bunun sürətinin V-sini tapanda görürük ki, yəni tam bölünmür. Ona görə bunu elə 14, 14-də 960 kimi saxlayırıq. Hələ ki, belə saxlayaq kifayətdir. Deməli, bu olsun V2, bu da olsun V1. İndi diqqətlə qulaq asın. Deməli, bunlar müəyyən bir yerdə deyir, görüşürlər. Deyir, birinci avtomobil görüşənə qədər nə qədər yol gedər? Bunun müxtəlif üsulları var. Bir neçə üsulla bunu göstərə bilərik. İndi gəl görək bunlar neçə saatdan sonra görüşəcəklər. Həmin, məsələn, tutaq ki, deyək ki, x saatdan sonra görüşürlər. X saat ərzində bu 60 sürətlə hərəkət edəcək. Məsələn, tutaq ki, x zaman keçir burada, düzdürmü? X zaman keçib, x saat keçib. Həmin bu x zamanı mən 60-a vuranda bu birincinin o görüşdüyü nöqtəyə qədər olan yolun məsafəsini tapa bilirik. Bunu gəl belə eləyək. Bunu daha rahat başa düşmək üçün bu şəkildə yaza bilərik. Əslində, bax, birinci avtomobil 16 saata gedir, ikinci avtomobil 14 saata gedir. İkisi bir yerdə neçə saata qət eləyir? Gəl baxaq. Deməli, bu, elə bil bunu hovuz məsələləri kimi düşünə bilərik. Baxın, 16 saata əgər gedirsə, deməli, birinci avtomobil 1 saata yolun 16-da birin gedəcək. O birisi isə 14-də birin gedəcək. Düzdürmü? Bəs yaxşı, bunlar ikisi birlikdə 1 saata yolun hansı hissəsini gedərlər? 16-da 1 ilə 14-də 1-i toplayaq. Bunların ortaq məxrəcin 112 götürə bilərəm. 112 götürə bilərəm. 112-ni 16-ya böləndə edəcək 7. 112-ni isə 14-ə böləndə edəcək 8. Bu da eləcək 7-dən 8 toplayanda edəcək 15. Deməli, bunlar, bu iki avtomobil 1 saata yolun, 1 saata yolun 12-də, 112-də 15 hissəsini gedərlər və yolun bütün uzunluğu neçə saata gedərlər? Yəni, bütöv bir yolu neçə saata gedərlər? Buradan belə bir tənasüb olur. Bütöv yolda, elə bunu 112-də 112 kimi fikirləşək, yəni bir vahid fikirləşək. X saata gedər. Buradan da x-in, bunun tərsi, yəni 15-də 112, tənasübü çarpaz həll eləyində buradan. 15-də 112 olduğunu taparıq. Deməli, bunlar 15-də 112 saatdan sonra görüşəcəklər. Yəni, görüşmək üçün 15-də 112 zaman sərf eləməlidir. Bunun da sürəti neçə idi birincinin? Deyir, nə qədər yol qət edər həmin zaman daxilində? 60 idi bunun sürəti. Yəni, mən bunun sürətini vururam o qət elədiyi o zamana, o görüşəcəkləri qədər ki zamana. Yəni, 15-də 112 saat sonra görüşəcəklər. Və buradan da yol tapacağım. 15-in 60 tam ixtisar gedir, qalır burada 4. 4-ü də 112-yə vuranda cavab neçə edəcək? 448. 448 saatdan sonra görüşəcəklər. Daha doğrusu görüşənə qədər bu qədər məsafə qət edəcək. Belə. İndi isə 50-ci suala baxırıq. Deməli, D düz xətti A və B mərkəzli çevrələrə uyğun olaraq C və D nöqtələrinə toxunur. Deməli, ikisinin ortaq toxunanıdır bu. AC 16. AC nədir? Bax, toxunana dəyibsə və çevrənin üstünəsə, deməli, bu nədir? Radiusdur. Bunun 16, BD 6, deməli, bu da radiusu 6-dır. CD 24-dir. Bu çevrələr arasındakı ən qısa məsafə də. Bu çevrələr arasındakı ən qısa məsafə tapmaq üçün deməli biz nə etməliyik? Bunların birinci mərkəzlərini birləşdirməliyik. Bunların mərkəzlərini gəlin birləşdirdik. İndi bunlar arasındakı ən qısa məsafə bax bu nöqtədən bu nöqtəyə qədər olan məsafədir. Deməli mən AB parçasının uzunluğunu tapsam, axı bu da radiusdur 6-dır, bu da radiusdur 16-dır. AB parçasının uzunluğunu tapıb həmin cavabdan 16 ilə 6-nı çıxsam, bu x-i taparam, bu hissəni taparam. Gəlin onu da belə yazaq. Bax, diqqətlə baxın bir dənə. Həmin şəkli burada çəkirəm. Həmin şəkli belə bir dördbucaqlı kimi gəlin göstərək. Düzdür, dördbucaqlıya aid sual deyil bu. Sadəcə özümüz yəni elə adlandırırıq. Bura olsun C, bura olsun D, bura olsun B, burada olsun A. Həmin nöqtədə uyğun olaraq adlandırdım. Buradan belə bir perpendikulyar çəkirəm. AC-yə bir perpendikulyar çəkirəm buradan. Aha, biraz səliqəsiz olun, daha səliqəli çəkək. Bircə dəqiqə səbirli olaq. Aha, çəkdik. Məsələn, burada bir M nöqtəsi deyək. İndi baxın, bura 6-dırsa, burada MC də 6-dır. CD-ni mənə 24 verir. Bura 24-dürsə, deməli, MB də 24-dür. Düzdür, burada eləyir 24. Burada 24-dür. AC 16 idi, axı, bax, fikir verin, AC 16 idi. MC 6-dırsa, deməli, burada qaldı 10.
İndi buradan biz AB-ni tapa bilərik. Axı bura perpendikulyarını demişdim. Belə bir düzbucaqlı üçbucaq yaranıb. Kiçik bir düzbucaqlı üçbucaq yaranıb. 10, 24 bu hissəni tapa bilərəm. Burada bir dənə məsələn gəldi y. Yəni 10-un kvadratı 100 üstə gəl. İkinci katetin kvadratı, yəni 24-ün kvadratı eləyəcək 576. Bəli, edəcək 576. Bunların da cavab edəcək neçə? 676. Yəni y-in kvadratı bərabər edəcək 676-ya. 676-da nəyin kvadratı? Yəni tam kvadrat ədəddir. 26-nın kvadratı. Deməli, y də özü 26-ya bərabərdir. 26-ya bərabərdir. Yəni, həmin bu AB 26-dır. Yəni, baxın, buradakı bu AB 26-ya bərabərdir. Yəni, 16 plus 6 plus x bərabərdir 26-ya. 16 ilə 6-nı toplayanda neçə edir? Edir, təbii ki, 22. Bunu bir səliqəli yazaq. Aha, 22 plus x bərabərdir 26-ya. X də bərabərdir 4-ə. Həmin o ən qısa məsafəni tapdım. Çevrənin nöqtəsindən. Qısa məsafə deyilən, yəni çevrənin bu üstündəki nöqtədən bu üzərindəki nöqtəyə qədər olan məsafə nəzərdə tutulur. Yəni ən qısa məsafə bu deməkdir. Cavab 4. 50-ci suala cavab 4 tapdıq. Bitdi. İndi keçirik 51-ci sualımızın izahına. Deməli, 180 kiloqram bir məhlul məsələsinə aiddir, səhv eləmirəmsə. Aha, 180 kiloqram 20% duz məhlulundan nə qədər su buxarlandırmaq lazımdır ki, məhlulun duzluluğu 24 faiz olsun. İndi gəlin baxaq. Bunu qablar çəkməklə də daha asan yol budur. Yəni sxem çəkək, qaba bənzədək, o şəkildə edək. 180 kiloqram məhlul var, bunun 20 faizlidir. Və bu şəkildə ən rahat həll üsuludur. Bundan buxarlandırmışam. Buxarlandırmaq nə deməkdir? Yəni çıxmışam da, azalıb. X sayda miqdar azalıb. Və bərabər edib 180 çıxılsın x-ə. Və alınan məhlulun duzluluğu isə 24%-dir. 24%-dir. Baxın, dəyərli şagirdlər. Mən x buxarlandırmışam, düzdürmü? X su buxarlandırmışamsa, suyun təmiz su buxarlanır. Baxın, duz buxarlana bilmir, su buxarlanır. Buxarlanan suyun tərkibində neçə faiz duz var? 0%. Bax, 0% duz var. Çünki su buxarlanır. Duz olduğu kimi qalır. Bu modeldə biz necə həll edirdik sualları? 120-ni 180-də vurırdıq. Yəni, bir həll üsuludur bu. Əgər bilmirsiniz, indi mənim bu izahımdan sonra öyrənərsiniz. Yəni, 180 vurulsun 20 çıxılsın 0 vurulsun x bərabərdir 24 vurulsun 180 minus x. Aha. Deməli, dəyərli şagirdlər, biz 180-i 20-yə vuranda 3600 alacağıq. Bir vuraq yazaq. 3600 0x vuranda 0 eləyir. Bundan da elə 0 çıxanda 3600 qalır. Sonra burada 180-i mən vuracağam 24-ə. Edəcək 4320 çıxılsın 24x-ə. Düzdürmü? 3600-ü mən digər tərəfə keçirdim. Yəni 4320-dən çıxıram 3600-i. Cavab edəcək 720. Bu tərəf adamda edəcək 24x. Aha. X də bərabərdir. 720-ni də mən böləcəyim nəyə? 24-ə. Cavab edəcək 30. Deməli, 30 nə qədər buxarlandırmaq lazımdır? 30 litrə yaxın. İndi burada təbii ki, miqdarın nəyin, hansı ölçü vahidindən soruşmur bizdən. 30 litrə yaxın su buxarlandırmaq lazımdır. Belə deyək və yaxud kiloqramla deyək. Yəni, cavab 30 edir. Bitdi. 51-ci suala cavab 30. İndi keçirik 52-ci sualımızın izahına. Deməli, perimetri 60 cm olan ABC, YD, F fiqurunda. Aha, belə bir fiqur var. ABC və ADF və DSY üçbucaqları, deməli ADF budur, DSY budur, ABC də budur, bərabər tərəflidir. AC parçasının uzunluğunu tap. Gəlin baxaq. Deməli, buraya yazıram A, burada yazıram A. Buraya yazıram X, buraya yazıram X, deməli burada X-dir. Buraya yazıram Y, buraya yazıram Y, buraya yazıram Y. Bir də bu AC-də axı bərabər tərəfli üçbucağın tərəfidir. Yəni AC tərəfi bərabərdir X plus Y-ə. Bu da həmçinin ABC üçbucağına baxanda bu da A-ya bərabərdir. Axı bərabər tərəfli üçbucağın tərəfidir. Bu da bərabərdir A-ya. Bu bərabərliyi yadda saxlayaq. Yəqin ki, köməyimizə gələcək. İndi həmin bunun perimetrini hesablayaq. Baxın, perimetr nədir? A üstəgəl A, sonra Y üstəgəl Y, Y üstəgəl Y. İçindəki xəttdə biz fikir vermirik. Perimetrində çöldəki xəttlər nəzərdə tutulur, yəni xaricdə. Üstəgəl X bərabərdir 60-a. Yəni, baxın, onu qırmızı ilə göstərək həmin fiquru. Belə gəlir, belə gəlir, belə gəlir, belə, belə, belə.
2a, 2y, 2x. Buradan içləri mötərizə xaricində çıxarsam, a plus y plus x bərabər 60-a. A-nı yazaq birinci, plus y plus x bərabərdir 30-a. İndi dəyərli şəkildə bizdən AC-ni istəyir. AC-ni istəyirsə, AC parçasının uzunluğun biz dedik ki, nəyə bərabərdir? X plus y ya da A-ya bərabərdir. İndi x plus y-in yerinə mən A-nı yaza bilərəm. Bax, fikir verin. Bərabərlik düzəltmiş aha burada. Bəli, yazıram A üstəgəl x plus y-in də əvəzinə A yazıram. Bərabərdir 30-a. 2A 30-dırsa, A da bərabərdir 15-ə. A 15-dir. Bizdən də AC tərəf A-ya bərabər idi. Elə cavabı tapdıq. Yəni AC bərabərdir 15. Çünki A ilə AC-yə bərabərdir. Fikir verin, demişdik axı əvvəldən. Cavab 15. 52-ci sual düzgün cavab 15 edir. Vəssalam. Yəni bunlar açıq suallarda variant yoxdur. Yəni keçirik 53-cü sualımıza. Baxaq. Deməli bu sualı oxuyaq. Deyir 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabər olsa X qəzeti oxuyanların sayını tap. Deməli çoxluqdur yenə də bu. Artıq çoxluğun növbəti sualını görürük. Bu sınaqda kifayət qədər sual var buna aid. Bu X oxuyanlar olsun, bu da Y oxuyanlar olsun. Deməli X oxuyanlar Y oxuyanların 4 mislidir. X bərabərdir 4Y-ə. Düzdürmü? Gəl onda burada X-in elə əvəzində də silək burada 4Y yazaq. 4Y yazırıq. Yaxşımı? Deyir, hər iki qəzeti oxuyanların sayı, yəni kəsişmədə bu, hər iki qəzeti oxuyanlar A adlandıraq. A-dır. Qəzeti oxumayanların sayına bərabərdir. Deməli, oxumayanların da sayı. Oxumayanlar da bərabərdir sayı X-ə. Daha doğrusu A-ya. A-ya bərabərdir. Deyir, X oxuyanların sayını tapın. Bax, dəyərli şagirdlər. Deməli, bu sinifdə ümumilikdə qəzet oxuyanların birləşməsi var. Bax, oxuyanlar və oxumayanlar birlikdə 80 nəfərdir. Düzdürmü? Mən oxuyanların birləşməsin, yəni X çoxluğu ilə Y çoxluğunun, elə mən X qəzetini oxuyanları X sayda deyirəm, Y qəzetini oxuyanların Y sayda deyirəm. Bunların birləşməsinin üzərinə, yəni X birləşsin Y ilə, oxumayanların sayını gələndə, yəni A-nı gələndə edəcək 80. İndi mən bunu necə ifadə edərəm sizin fikrinizdə? Bax, biz belə bir çoxluqda belə bir düstur bilirik də, belə bir qayda bilirik. Yəni NA, yəni birinci çoxluğu ilə ikinci çoxluğun elementlərinin cəmindən mən bunların kəsişmələrinin sayını tapsam, onların birləşmələrinin sayını verər mənə. Yaxşı. Yəni burada da deməli mən 4Y-dən Y-i çıxsam, bu düstura əsasən 4Y-dən Y-i çıxsam, üstünə A-nı gəlsəm, daha doğrusu, üzr istəyirəm. Sualı səhv getdi, bircə dəqiqə toplayırıq. Düsturda deyirik ki, toplanmalıdır. 4Y ilə Y-i toplasam və A-nı çıxsam, bu mənə birləşmənin elementlərinin sayını verəcək. Yəni, oxuyanların sayını verəcək mənə. Oxuyanların sayını verdi mənə. Aha, diqqətinə baxaq. Biz nə dedik? Oxuyanların birləşməsi, yəni X və Y-in birləşməsi, yəni oxuyanların sayını görürsünüz də burada. Oxuyanların sayını bircə dəqiqə, bir dənə bu batariyanı bir dənə açaq. Aha, oxuyanların sayı, yəni 5Y minus A olur və oxumayanların sayı, yəni üstəgəl A bərabərdir 80-ə. Buradan A-lar islah gedir, qalır burada 5Y bərabərdir 80-ə, Y də bərabərdir 80-i biz 5-ə böləndə edir 16. Düzdürmü? Deməli, biz Y-i tapdıq 16. Y 16-da bizdən X-i istəyir. Yəni, X qəzetini oxuyanları. Biz bilirdik axı, X bərabərdir 4Y-ə. Yəni, X-i tapmaq üçün də biz Y-i 4-ə vururuqsa, yəni Y-i, yəni 16-nı 4-ə vurmalıyıq. 4 vur 16, bu da bərabərdir 64-ə. Yəni, cavab 64. Vəssalam. Deməli, 54-cü suala baxaq. A kvadrat plus B kvadrat 6AB bu ifadənin qiymətini tap. AB hər ikisi müsbətdir. Deməli, baxaq. A da B-dən böyükdür. A plus B, A minus B veribsə, bu ifadəni biz nə edə bilərik? Hər iki üsuldan açacağıq. Yəni, bunun köməkçi müxtəsər vurma düsturu kimi A plus B-nin kvadratı çıx 2AB kimi götürə bilərik. Bir də A minus B-nin kvadratı üstəgəl 2AB kimi görərik. Bərabərdir 6AB-yə, bərabərdir 6AB-yə. Buradan A plus B-nin
kvadratı bərabərdir 8AB-yə. Burada isə A minus B-nin kvadratı bərabərdir 4AB-yə. Bərabərlikdən digər tərəfə keçirdik. İndi diqqətlə baxaq. Bunları əgər mən kök altında belə bir ifadə ilə yazsam, bu diqqətlə bir dənə baxaq. Yazaram ki, A plus B-nin kvadratı bölünsün A minus B-nin kvadratı. Və bunu da bir kök altı işarəyə salarıq. Yaxşı, kök altına salarıq və davamına baxaq. İndi davamına baxsaq əgər, A da B-də ikisi də müsbət ədəddir. Düzdürmü? Cüt dərəcəli kökdən biraz səliqəsiz oldu. Aha. Cüt dərəcəli kökdən A plus B 2 müsbətin kvadratı müsbətdir. Yəni rahat bir şəkildə çıxacaq. A minus B də nədir? Bu da müsbətdir. Yəni kök altına salmaq olar. Ona görə bu şərti bizə verib. Yəni böyük müsbətdən kiçik müsbət yəni cavab müsbət edir. Diqqətlə baxaq. Deməli A plus B-nin kvadratını mən yazmışam ki, çünki nəyə görə belə yazıram? Nəyə görə belə yazıram? Bu ifadəni biz əgər kök altında ifadə kimi göstərmək istəsək, məcburuq. Baxın, bunu A plus B-nin kvadratı, bunu da A minus B-nin kvadratı kimi göstərə bilərik. Yaxşımı? Çünki bu ifadədən, bax kök altına salmışam ha. Bu ifadəni açanda nə çıxır? Kökdən azad edəndə A plus B, A minus B. Yaxşımı? Hə. Bu ifadə çıxır. İndi bunu nəyə görə bu şəkildə yazırıq? Axı biz ifadə olaraq A plus B-nin kvadratı ilə A minus B-nin kvadratını tapmışıq deyə. Gəl yazaq, davam edək. Həmin bu ifadənin qiyməti, bunu silirəm. Bu ifadənin qiyməti bax budur. İndi onun yerinə qoyuruq. Yəni eyni cavabı tapanda eyni cavabı tapmış oluruq. A plus B-nin kvadratının yerinə mən yazıram 8AB. Burada bunun yerinə yazıram 8AB. Bunun da yerinə yazıram. Bu da nə yazılıb burada? 4AB. AB-lər ixtisar gedir. 8-i 4-ə bölənə qalır 2. Cavab qalır kök altında 2. Vəssalam. 54-ün sualının cavabı da kök altında 2 olduğu kimi qalır. 54-dən də belə bitirdik, qutardıq. İndi keçirik 55-ci suala. Suallarımızı demək olar ki, ümumilikdə qutardıq. Qalır sonuncu bir sualımız. Başqa bir şey ötürmədik? Xeyr. Aha, indi baxırıq 55-ə. Bu da maraqlı suala oxşayır. Yəqin ki, asan olar. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli, digərinin 2 mislinə bərabərdir. Bu bucaqları tap. Qonşu bucaqların birinə gəlin x deyək, birinə y deyək. Bunlar nədirlər? Bir-biri ilə qonşudurlar və bunların cəmi x plus y bərabərdir 180 eləməlidir. Birinin 3 misli, məsələn 3x, digərinin 2 mislinə bərabərdir. Yəni 2y-ə bərabərdir. İndi bu bucaqları tapın. Bax, mütənasib olaraq əvəz edək. X bərabər 2k olsun. Yəni bu bunun əmsalına, bunun da bunun əmsalına bərabər edək. Sadə şəkildə. Bu da 3k olsun. Bunların cəmi də 180-dir. Yəni 2k üstə gəl 3k bərabərdir 180-ə. 5k da bərabərdir 180-ə. K da bərabər olacaq, təbii ki, neçə? 36-ya bərabər olacaq. Yəni, hər tərəfi 5-ə bölürük. K da bərabərdir 36-ya. İndi bizə deyir, bu bucaqları tap. Bucaqların biri 2K idi. Biri də 3K idi. İndi K 36-dırsa, biz K-nı 2-yə vuranda birini tapırıq 72, birini 3-ə vururuq. Ödəyilir 108. Və yaxud da 72-ni tapandan sonra 180-dən də 72-ni çıxıb 108 tapa bilərik. Deməli, 2 bucağı tapdıq. 72 və 108. Bu qədər dəyərli şərhləri izlədiyiniz üçün minnətdaram. Bəyənin, paylaşın, fikirlərinizi şərh bölməsində qeyd edin. Kanalımıza dəstək olun belə videoların davamlı olmağı üçün. Təşəkkür edirəm.